Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel fərəc. Məkasib kitabından 328-ci dərsi oxuyuruq. Bəhsimiz Kutub-i Zallədədir. Yəni o kitablar ki, insanları haqdan çıxardar, o kitabları saxlamaq, qorumaq haramdır. Və bu barədə mərhum Şeyx Murtəza Ənsari neçə dənə dəlil gətirdi və müxtəlif mətləblər qeyd elədi. İkinci mətləbdə budur ki, mərhum şeyx buyurur və keyfə kan. İndi bu deyilən sözlər ki, nəql olundu, buyurur və keyfə kan. Bunlar nə cür olursa olsun, fələm yəzhər min məqədi nəfil xilaf. Və mərhum şeyx bu bəhsədə iki dənə söz qeyd elədi. Bir bu idi ki, bu məsələ icma idi. İkinci budur ki, bu məsələdə icmai olmasa da, burada nəfi xilaf var. Əllamə Müntəhə kitabında buyurub, burada uləmanın arasında xilaf yoxdur. Bu nəfi xilaf, mərhum şeyx buyurdu, icmadan aşağı bir söz deyil. Elə icma kimidir. Ona görə buyurur və keyfə kan. Fələm yəzhər min məqədi nəfil xilaf İlla hurmətə ma kana mucibən lizzəlal. Buyurur, bu nəfi xilafdan zahir olmadı, məgər bu mətləb zahir oldu. Hansı mətləb? Hurmətu ma kana mucibən lizzəlal. O kitablar ki, onlar səbəb olurlar zəlalətə, onları saxlamağın haramlığı zahir oldu. Yəni, elə bil belə deyir, uləmanın arasında ixtilaf yoxdur. O kitablar ki, səbəb olur insanın zəlalətinə, onların saxlamağın haramlığında. Yəni, o kitablar ki, səbəb olur insanın zəlalətinə, onları saxlamaq haramdır və bu məsələdə alimlər arasında ixtilaf yoxdur. Bu mətləb yetirildi. Və huvəl-ləzi dəllə aleyhil-ədillətul mütəqəddimə. Bu, həmən kitablardılar ki, qabaqda söylənilən dəlillər buna dəlalət eləyir. Yəni, o dəlillər ki, biz qeyd elədik, o dəlillər dəlalət eləyir ki, belə bir kitabları saxlamaq haramdır. Nəm, ma kana minəl kutub camiən lil-batil fi nəfsih min duni ən yətərəttəb aleyhi zəlalə. İndi bu digər bir mətləbdir. O da bundan ibarətdir. Fərz elə, bəzi kitablar var ki, onların içində olan mətləblər batildir. Yəni, batil sözlər yığılıb ora. Və lakin, həmən kitablar insanları zəlalətə aparmır. Yəni, insanlar onları oxusa da, insan zəlalətə düşmür. Belə bir kitablar necə? Bu kitablarda saxlamaq haramdır, yoxsa yox? Buyurur, bəli, la yədxul təhtəl əmval. Belə bir kitablar əmvala, mala daxil deyirlər.
Biz keçən dərsimizdə demişdik, mal odur ki, o malın müqabilində dura bilə və eyni zamanda onun alveri də səhih ola. Amma bir əşya ki, bir mal ki, onun müqabilində mal durmur. Yəni o satılanda, hədiyyə veriləndə onun müqabilində bir dənə mal verilmir. Belə bir mal, belə bir əşyanı satmaq da icazəli deyil. Çünki onun mənfəəti muhəllələ-i məqsudəsi yoxdur. Yəni onun halal bir mənfəət qəsd olunsunundan o yoxdur. İndi fərz eləyək bir kitabdır ki, içi hamısı batil fikirlərlə doludur. Amma insanları haqdan, ədalətdən çıxartmır. Buyurur belə bir kitab la yədxulu təhtəl əmval, bu əmvalın tərkibinə daxil olmur. Fəla yuqabilu bil mal. Bunun müqabilində bir mal da verməzlər. Niyə? Ləədəmil mənfəətil muhəllələ əl-məqsudətu fihi. Çünki onda bir dənə mənfəəti muhəllələ-i məqsudə yoxdur. Yəni qəsd olunmuş bir mənfəət olsun ondan. Onu alan geçsin, həmin mənfəətdən istifadə eləsin, yoxdur. Olmadığı üçün onun müqabilində pul verməzlər. Onun satmazlar. Muzafən ilə ayətə-i ləhvəl hədis və qovlu zur. Və bundan əlavə biz 2 dənə ayə qabaqda oxuduq. Bir ləhv-i hədis, bir də qovlu zur. Vəstəni bu qovlu zur, bir də ləhv-əl hədis ki, ayəsi, bir də əql. 4 dənə dəlil oxumuşduq qabaqda. Ya 5 dənə dəlil. Biri əql idi, biri ayə ləhv-əl hədis idi, biri qovlu zur idi, biri Tuhafül Uqulun rivayəti idi. Mərhum şeyx bu məsələdə 5 dənə dəlil gətirdi. Yəni bu ədillə dəlalət eləyir, belə bir kitabları saxlamaq haramdır. Amma vücubu itlafuha fəla dəlilə aleyh. Amma belə bir kitabları ki, içi doludur batil mətləblərlə. Bunlar dedik, əmvalın təhtinə daxil olmaz. Yəni bunların müqabilində mal verilməz. Amma bunları tələf eləmək necə? Amma bunları belə deyək, vacibdirmi aradan aparasan? Buyurur və mimma zəkərna, buyurur fəla dəlilə aleyh. Buna dəlilimiz yoxdur. Yəni bunları tələf eləməyə ki, dəlil olsun, dəlalət eləsin ki, belə bir kitabları tələf edin, yandırın, aradan aparın, buna dəlilimiz yoxdur. Ona dəlilimiz var ki, o kitablar insanları haqdan çıxardar, zəlalətə çıxardar, zəlalətə düçar eləyər. Bəli, elə kitabları tələf eləmək vacibdir. Amma bu kitablar batil fikirlərdir içində və lakin onları tələf eləmək vacib olsun ki, ona dəlilimiz yoxdur. Çünki insanları azdırmır, insanları zəlalətə salmır. Və mimma zəkərna zəhərə hökmü təsanifil müxalifin fil usul vəl furu vəl hədis vəl təfsir və usulul fiqh və ma dunaha minəl ulum. Buyurur, bizim bu zikr elədiklərimizdən zahir olduğu müxaliflərin yazdığı kitablarının hökmü. Yəni, müxaliflərin yazdığı təsniflər, o kitablar ki var, usul haqqında kitablar yazıblar, furu-i din haqqında, furu haqqında yazıblar, hədis elmi haqqında yazıblar, təfsir yazıblar, usul-i fiqh yazıblar və bunlardan başqa elmi sahədə kitablar yazıblar.
onlar necə? Onları saxlamaq icazəlidir və yaxud bunları tələf eləmək icazəlidir ya vacibdir. Deyir, bunların da hökmü məlum oldu. Nədir bunların hökmü? Deyir, bunların da hökmü məlum oldu ki, bunları da tələf eləmək vacib deyil. Nəyə görə vacib deyil? Çünki tələf eləməyin mənatı, meyarı budur ki, qabaqdakı o 5 dənə dəlil bunlara şamil olsun. Əgər o 5 dənə dəlil bunlara şamildirsə, onda bunları tələf eləmək vacib olar. Əgər şamil deyilsə, onda tələf eləmək vacib olmaz. Biz də baxırıq ki, o 5 dənə ədillə, o 5 dənə dəlil onlara şamil deyil. Ona görə buyurur, fəinnəl mənat fi vücubil itlaf, itlafın vacibliyində meyar zərəyanul ədillətul mütəqəddimə, o qabaqdakı dəlillərin bunlara şamil olmağıdır. Fəinnə zahir ədəmu cərəyanuha fi hifzi şeyin min tilkəl kutub. Zahir də budur ki, o ədillə belə bir kitabların saxlamağının hörmətinə, haramlığına dəlalət eləmir, şamil olmur. Vaxtı ki, şamil olmur, deyə bilmərik ki, belə bir kitabları saxlamaq haramdır, hifz eləmək haramdır. İndi nə qədər şamil olmur və hansı kitablara şamil olmur və istisna olan hal varmı ya yoxmu? İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.